Salam şagirdlər, bugün sizə riyaziyyat düsturlarını daha rahat öyrənmək, daha rahat yadda saxlamaq, eyni zamanda daha rahat axtarıb tapmaq və istifadə etmək üçün hazırlanmış bir proqram haqqında məlumat vermək istəyirəm. Play Store-a girib riyaziyyat yazdıqdan sonra axtarışa veririk və bu formada bir proqram çıxır. Riyaziyyat ikon kök altında X kimi bir ikonu var. Proqram biraz aşağılardadır. Play Store-a yeni yüklənib. Rəylərə də atacağım. Linkini oradan yükləyə bilərsiniz. Buradan yüklədikdən sonra açırıq. Proqram bu formada düsturları qruplaşdırılmış formada verir. İstədiyimiz mövzuya aid düsturları rahat bir şəkildə axtarıb tapıb öyrənə bilərik. Məsələn, burada törəmə mövzusuna girsək, törəməyə aid olan düsturlar var burada. Hasilin törəməsi, nisbətin törəməsi düsturlar çox aydın və təmiz bir şəkildə görsənir. Burada düymələr var. Məsələn, bu düsturu öyrənmək istəyiriksə, bu sancaq işarəsinə vururuq və öyrənmək istədiyimiz düsturların arasına gedir o. Məsələn, onlar harada toplanır? Onlar burada toplanır. Öyrənmək istədiyimiz düsturları burada rahat bir şəkildə axtarıb tapıb öyrənə bilirik. Axtarış bölməsində istədiyimiz düsturu çox rahat tapa bilirik. Məsələn, Pifaqor teoremi yazsaq, Pifaqor yazsaq bu şəkildə çox rahat bir şəkildə istədiyimiz düsturu tapa bilirik. Düsturları həmçinin siniflər üzrə də qruplaşdırmaq olur. Məsələn, burada 7-ci sinif bassaq, 7-ci sinifə aid olan düsturlar bu şəkildə qruplaşdırılır. Bundan başqa öyrənməyə başla və yarışma kimi də hissələr var. Düsturları öyrənmək üçün siniflər üzrə düsturları öyrənmək olur və mövzular üzrə də düsturları öyrənmək olur. Düsturları öyrənmək üçün bu şəkildə bir neçə mərhələsi var. Bu mərhələlərdən keçib hər mərhələdə 5 düsturu rahat bir şəkildə öyrənə bilirik. Yarışma da milyonçu tipli bir yarışmadır. 1-dən 15-ə qədər suallar verilir. Çətinliyə doğru artır gedərək 1-dən 15-ə doğru. Əyləncəli şəkildə də düsturları rahat bir şəkildə öyrənə bilərik.